Hörmətli izləyicilər, Qazbinə yolun düz üstündə həyət evi satılır. Gördüyünüz bu evdir. 3 mərtəbəli. Magistral düz yolun üstündədir. Həyət evidir. Qupçalıdır. 3 mərtəbədən ibarətdir. Yol tərəf hissəsi deməli 34 metrə yol tərəf hissəsidir. Obyekt tikmək üçün yeri də var, əlavə yeri. Alan adam bu hissəsində obyekt tikə bilər. 34 metrə yol tərəf hissəsidir. Böyük yolun düz üstündə yerləşir. Keçirik evin həyətinə. 12 sotdan biraz artıqdır torpağı. Qupçalıdır, həyətyanıdır. İki tərəfdən yolu var. Həm böyük yoldan, həm bu tərəfdən yoldur. Bu hissəsi yola düşən hissəsidir. Deməli bu hissənin obyekt tikmək üçün layihəsi də var, hazırdır. 2 mərtəbəli obyekt üçün layihəsi var. Geniş bir ərazidir yol tərəf hissəsi. Burada deməli evin yanında su hövzəsi var. Balaca bir naves var burada. Böyük bir evdir. Yeni tikilən bir evdir. Mərtəbə araları hamısı beton monolitdir. Keçirik evin içərisinə. Bura birinci mərtəbədir. Bura qastinidir. Böyük bir zaldır. Patoloqun hündürlüyü yarısı 3.60'a qədərdir hündürlük. Böyükdür. Burada deməli mətbəx üçün nəzərdə tutan yeri var, yataq otağı var, sanitar qovşağı var. Birinci mərtəbənin. Küt barıdır barısı hər tərəfi. Pəncərələr hamısı bahalı pəncərələrdir. Bura sanitar qovşağıdır. Bir otaq buradadır. Bura ikinci otaq. Həm mətbəx, həm spalni üçün nəzərdə tutulubdur. Keçək ikinci mərtəbəyə. Burada da otaqlardır. Spalnilər var, qastinli var. Qonaq otağı. Möhkəm tikilən bir evdir. Buradan balkona çıxışdır. Bu hissəsi balkondur. İkinci mərtəbənin. Magistral düz yola baxır. Torpağı deməli 12 sotdan biraz artıqdır. Güzel bir panoraması var.
Dağlara panoraması da var. Keçirik 3-cü mərtəbəyə. Burada deməli yataq otaqlarıdır, sanitar qovşağıdır, qonaq otağıdır. Bura deməli 3-cü mərtəbədir. Burada hündürdür patoloqu. Tam 3 mərtəbədir yəni. Baxa bilərsiniz. Burada da açıqdır. Sanitar qovşağı burada da var. 3-cü mərtəbədə. Burada deməli 3-cü mərtəbənin balkonudur. Gözəl tikilən bir evdir. Qiyməti videonun altında qeyd olunacaq. Diqqətinizə görə sağ olun. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Torpağın, həm evin, həm torpağın qubçası var. Sənədləri tam qaydasındadır. Tam 3 mərtəbə bir evdir.